ki biz amma o nazik şəkildə yoxlarımızı da deyə biləndə, biz o sərhədlərimizi də qoyanda, deyəndə ki, bir dəqiqə, mən indi özümlə məşğulam, mən tamamlanma periodundayam, mən bu məqsədimə çatmalıyam. Bugün səninlə görüşə bilmərəm. Olar, məsələn, biz bunu bir həftə sonraya təxirə salaq. Əgər bizim dəyişim, dönüşüm prosesimizdə bunu da əlavə eləyim, bunu şəxsi təcrübəmdən də sizinlə paylaşım. Biz dəyişim, dönüşüm prosesində olanda bizim o biraz gərgin, biraz o dəyişəndə bilirsiniz də sancılı prosesdir. O prosesdə dözə bilməyənlər bizə, onlar bizim həyatımızdan çıxmağa məhkumdular. Niyə? Çünki həyatımızda olan insanlar, hadisələr hər biri bizə dırnaq arası deyirəm, xidmət etmək üçün həyatımıza gəlirlər. Buna dözə bilməyənlər, bizdən faydalanmaq istəyənlərdir və yaxud bizi manipulə edənlərdir əslində. Biz də bunun fərqində olmuruq.